Bu video vloq işğaldan azad olunmuş Ağdam şəhəri haqqında olacaq. Hamımızın bildiyi kimi Ağdam rayonu 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu və 2020-ci ildə ordumuz tərəfindən işğaldan azad edilmişdi. Hal-hazırda biz Ağdam rayonuna gedirik. Vaxtilə Ağdam rayonu Qarabağ bölgəsinin ən önəmli mərkəzlərindən biri olmuşdur. Rayonun böyük bir hissəsi uzun müddət işğal altında olmuşdur və demək olar ki, hər yeri dağıdılmışdı. Hal-hazırda isə rayonun mərkəzi olan Ağdam şəhəri sıfırdan tikilir. Gələcəkdə Qarabağın və Azərbaycanın önəmli şəhərlərindən biri olacağı gözlənilir. Bu dağıdılmış evlər erməni vəhşiliyinin izləridir. Vaxtilə buralarda soydaşlarımız yaşamışdı. Gördüyünüz kimi ərazidə bir dənə də olsun salamat ev qalmamışdı. Dediyim kimi şəhərdə sıfırdan yeni binalar tikilir. Yeni tikilmiş binalarla yanaşı şəhərdə ermənilər tərəfindən dağıdılmış binaları da görmək olar. Ağdam Cümə məscidi şəhərdə yeganə salamat qalmış tikilidir. Şəhərdə çoxlu sayda bu cür dağıdılmış binalar görmək olar. Şəhərin hər tərəfində tikinti işləri aparılır. Ağdam Cümə məscidi Azərbaycanın qədim məscidlərindən biridir. Məscidin daxili və xarici memarlığı çox möhtəşəmdir. Məscid şəhərin tam ortasında yerləşir. İşğal dövründə məscid ermənilər tərəfindən bir çox iş üçün istifadə olunmuşdu. Məsciddə Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanından gətirdiyi Quran var. Həmçinin məscidin işğaldan öncə və işğaldan sonra fotoları var.
Ağdam şəhəri sıfırdan tikildiyi üçün hələ şəhərdə tam izdiham yoxdur. Yəni çox az insan görmək olar və yavaş-yavaş insanlar bura köçməyə başlayır. Yeni binalar istifadəyə verilməyə başlayır artıq. Binalar çox gözəl müasir üslubda tikilir. Şəhərin hər yerində müharibənin izlərini açıq-aydın görmək olur. Şəhərdə çox gözəl bir otel binası istifadəyə verilib. Və Ağdam şəhəri videosunun sonuna gəldik. İzlədiyiniz üçün təşəkkürlər.